Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi bu günləri 30 may tarixində RT sertifikasiya üçün sınaq keçirmişdir. Həmin sertifikasiya sınağının izahına diqqət edirik. Sertifikasiya sınağı baxıram ki, bizim suallarımıza tam uyğun şəkildə tərtib olunur. Hətta bizim bir neçə dənə sualımızda bu sualın demək olar ki, dəyişdirilmiş formaları və yaxud da ki, ona oxşar tipləri salınmışdı. Yəni dediyimizdən kənar heç bir şey olmadı. Yəni sertifikasiya sınağımız tam istədiyimiz kimidir. Birinci sualımıza diqqət edirik. Birinci sualımızda yalançı urbanizasiya və suburbanizasiyanın oxşar cəhətlərini istəyir. Yalançı urbanizasiya bilirsiniz ki, enli inkişafdır şəhərlərin və bu inkişaf etməkdə olan ölkələrdə, suburbanizasiya prosesi isə dərinli inkişafdır, əsasən inkişaf etmiş ölkələrdədir. Hər ikisində Amerika qitəsində rast gəlirik. Hər iki şəhərləşmə tipində əhali əsasən böyük şəhərlərin ətrafında məskunlaşır. İnkişaf etmiş ölkələr yalnız suburbanizasiyadır. İstanbul, Rio de Janeiro yalançı urbanizasiyadır. İqtisadi və sosial inkişaf sürəti şəhərləşmənin sürətindən geri qalır. Yanlışdır. Xətti sahil boyu radial modelləri mövcuddur. Bəli, doğrudur. 1, 2, 6 doğru cavabımız olacaq. Növbəti sualımızda günəş şüalarının günorta vaxtı maksimum və minimum düşmə bucaqları arasında fərqin 47 dərəcəyə bərabər olduğu coğrafi enlikləri müəyyən edin. Burada baxın hesablamaq lazımdır. 22 dərəcə cənub enliyində maksimum düşmə bucağı bilirsiniz 90 dərəcədir. Çünki tropiklər arasında yerləşir. Minimum 90 düşmə bucağını tapmaq üçün 90 çıxılsın 22, çıxılsın 23,5 dərəcə şəklində yazmaq lazımdır. Bunu da yazacağıq. Baxacağım ki, görək cavabımız nə olacaq. Mən bunu burada kalkulyatorda tez-tez hesablayıram. Siz də hesablaya bilərsiniz. Çıxılsın 23,5, 44,5 edir. 90-dan 44,5 çıxanda amma 47 etmiş olmayacaq. Ona görə bir yanlışdır. Burada 2 də yanlış olmuş olacaq. Əziz müəllimlər, mən hesablamışam. Ona görə siz baxarsınız. 3 doğrudur. Bilirik ki, biz 23,5-ə o formada düşür. 4-də də 47 dərəcə olacaq. Belə deyək də maksimum və minimum düşmə bucaqları arası fərqi. 18 dərəcəyə də bilirsiniz, hesablayasınız. 90 çıxılsın 18 çıxılsın 23,5 onun minimum düşmə bucağı toplayanda isə maksimum o da etməyəcək, amma 58 dərəcə etmiş olacaq. 3, 4, 6 bizim doğru cavabımızdır. Dəfələrlə o suala diqqət eləmişik biz. Doğru fikirlər istəyir. Əsasən kiçik miqyaslı xəritələrdə təhrif daha çox olur. Bəli, bir doğru fikirdir. Miqyasın kəmiyyəti böyükdür deyə. İstənilən tip proyeksiya ilə tərtib edilən xəritələrdə günəşin zenitdə olduğu ərazilər təhrifsiz təsvir olunur. Yanlış fikirdir. İstənilən tip proyeksiya ilə tərtib edilmiş xəritələrin 180 dərəcə meridian keçdiyi hissələrində təhrif müşahidə edilə bilər. Bəli, təbii ki, doğru fikirdir bu. Məsələn, adi silindrik proyeksiyanı götürüm. Ekvator boyu ərazilərdə müşahidə olunmadı, amma Greenwich meridianının və ya 180 dərəcə meridianın keçdiyi ərazi şimaldan cənuba doğru istənilən bir ərazidə ola bilər. Yalnız 12 və 24-cü saat qurşaqları, bəli, 4 yarımkürədə yerləşir. Topoqrafik xəritələrdə təhrif izmal topoqrafik xəritələrdən daha böyükdür. Yanlış fikirdir. Topografik böyük miqyaslıdır, amma icmal topografik orta miqyaslıdır. Konus proyeksiyasından istifadə edilərək tərtib olunan xəritələrdə təhrif olunmur. Onun yalnız 47-62 şimal enliklərində olmayacaq. 1, 3, 4 bizim doğru cavabımızdır. Növbəti sualımıza baxıram. Növbəti sualımızda dünya xəritəsində 30 sərgi uzunluğu ilə 70 qərb uzunluğu arasında ən qısa məsafə 50 dərəcəyə paralel üzərində 30 sm-dir. Xüsusi miqyas istəyir. Birinci baxıram ki, bunlar fərqli yarımkürələrdə olduğu üçün mən bunların dərəcə fərqlərini tapmaq üçün toplayacağım. 70 olacaq 100 dərəcə. 100 dərəcə bunlar arasında fərqimiz var. 100 dərəcəni mən vuracağım nəyə? 50 dərəcəyə paralel qoysun uzunluğuna. 71,7 kilometr. Gəlin mən vurum onu. 71,7-ni vurdum mən 100-ə. 70 olacaq 7170 kilometr. 7170 kilometr bunlar arasında məsafəmizdir. 7170 kilometri mən böləcəm. Bura nəyə? Xəritdəki məsafəmiz 30-a. Cavabımızı tapmış olacağım 239. Deməli bizim miqyasımızın kəmiyyəsi 239-dur. 5 dənə də 0 əlavə edərək cavabımızı tapmış olacağıq. Cədvələ əsasən doğru fikri müəyyən edin. Böyük Qafqaz tektonik qalxmasında maqmatik süxurlar üstünlük təşkil etmir. Yanlışdır, çökmədir. Ön Qafqaz tektonik çökməsində neft ehtiyatlarına rast gəlinmir, gəlinir. Yanlışdır. Kiçik Qafqaz tektonik qalxmasında molibden və aluminit yatakları var. Doğrudur. Kür çökəkliyində yalnız ovalıqlardan ibarət deyil. Yanlışdır. Burada silsilələr var. Palantakön silsiləsi var məsələn. Araz çökməsi Araz çayının keçdiyi bütün ərazilərdə yerləşir. Xeyr, Gəyən incə hərəmi düzləri məsələn Kür tektonik çökməsinə aiddir. Burada yalnız 3 doğrudur. Növbəti sualımıza baxırıq. Braziliya, Meksika, Orta Sibir yaylalarıdır. Heç vaxt kölgə uzunluğu 0-a bərabər olmur. Bu Orta Sibir yaylasıdır. Çünki orada günəş zenitdə olmur ki, kölgə uzunluğu da 0-a bərabər olsun. Ona görə A getdi, C getdi və Y getdi. İndi burada daha sonra aid olduğu ölkə 2 yarımkürədə yerləşir. Aid olduğu ölkənin 2 yarımkürədə yerləşməsinə diqqət edək. Bu təbii ki, aid olacaq Meksikaya
Çünki şimal və qərb yarımkürələrində yerləşir. Yerləşdiyi materikdə Mezozoik qırışıqlığında yarınan relyef formalarına rast gəlinmir. Bu Braziliyada, Cənubi Amerikada yoxdur. Qərbində cavan platforma yerləşir. Orta Sibir yaylasının qərbində Qərbi Sibir ovalığı yerləşir. Cavandır. Yerləşdiyi ölkələrdə günəş il boyu günorta vaxtı zenitdə olur. Bu da ki Braziliya yaylasına aid olmuş olacaq. 1C-Y, 2B, 3D AD olmuş olacaq. Növbəti sualımıza diqqət edin. 20-ci saat quşağının orta meridianında yerli vaxt 22:40-dır. 95-40-da yerləşən məntəqədə yerli vaxt neçə olar? Baxın 20-ci saat quşağının orta meridian tapmaq üçün 24-dən 20-ni çıxacam. Eləyəcək 4, 4-ü vuracam 15-ə, 60 qərb uzunluğu şəklində yazacağam. Bu birisi isə 95 qərb uzunluğu, düzdür? Bunlar arasında fərqimiz nə qədərdir? 95-dən 60-ı çıxacam 35 dərəcə. Dəqiqəyə saata çevirmək üçün böləcəm 15-ə, 2 dəfə düşdü 30. Qalğımız qaldı 5, 5-ə də vurduq 4-ə 20 dəqiqə. 2 saat 20 dəqiqə bunlar arasında vaxt fərqimiz var. Baxın, belə deyək, 60 qərb uzunluğunda 22:40-dırsa, 95 qərb uzunluğunda ondan geri olmalıdır. Yəni 22:40-dan mən çıxmalıyam nəyi? 2:20-ni. Çıxaq, görək nə qədər qalacaq? 20:20 şəklində yazmış olacaq cavabımız D variantı. Cənub yarımkürəsində yerləşən limanları seçin. Burada Tampa limanı yanlışdır. Havr limanı yanlış olacaq. Singapur olmaz. Kobe olmaz. Burada Dampir, Sandus, Tubaran limanları doğru cavabımızdır. Sizə demişdim limanları əzbərləyin. İndi əzbərləyin. Baxıram ki, iqlim diaqramımız burada tam şəkildə düşməyib. Tam şəkildə baxamıram. Amma bilirəm ki, yağıntılar yay aylarında düşür və şimal yarımkürəsində yerləşir. Mən təqribən baxıram ki, deyəsən bu subekvatorial iqlim qurşağıdır. Amma yenə də dediyim kimi burada temperaturuna diqqət edə bilmirəm. Yəni mən bunun cavabını səhvdir deyə bilərik. Çünki temperaturun burada tam şəkildə görsənmir. Çünki çox bozbulanıq şəkildə düşüb. Ona görə bu sualı məncə saxlayın. Amma çox sadə, rahat sualdır. Yəni burada temperatura baxan kimi biz cavabı tapmış olacağıq. Yerin uzaq ətrafında hərəkəti zamanı coğrafi enliklər üzrə fırlanma sürəti fərqli olur. Buna nəzərən aşağıda verilmiş yerləri onların yerləşdiyi paralel çevrələrin fırlanma sürətinin azalması istiqamətində sıralayın. Biz bir sınavımızda belə bir sual salmışdıq, yadınızdadırsa. Biz deyirik ki, ekvatordan qütblərə doğru getdikcə fırlanma sürəti nə edir? Azalmış olacaq. Ona görə də azalma sürəsini deyirdə cənubdan şimala doğru düzməliyəm. 3-1-2 şəklində yazacağım. Manila Filippinin paytaxtıdır, Helsinki Finlandiyanın, Bakı da Azərbaycanın paytaxtıdır. Növbəti sualımıza diqqət edirəm. Növbəti sualımız nədən bəhs edir? Riyazi statistik məlumatlar əsasında tərtib olunmuş anamorfoz xəritələrdə statik göstəriciləri yüksək olan təhrif olunmuş halda qabaq-qabarıq göstərilir. Anamorfoz xəritələrdir. Sonra düzgün baxaq. Burada çayları verib. Ural çayı deyir, transsərhədli San Francisco, Müqəddəs Lavrenti, sonra Magdalena çayı. Bunlara diqqət etməliyik. Əslində bu da o qədər də çətin bir sual deyil. Bilirəm, gözünüz qorxur biraz çaylardan, hidrosfer bölməsindən. Amma ki, yenə də bir çətin sual deyil də. Yəni, bunu təbii ki, nə etmək lazımdır? Yaza bilərik. İndi biz diqqət eləməliyik. Məsələn, ən sadələrindən baxaq. Məsələn, Qanq çayı deyir ki, Banqladeşdə yerləşir. Bəli, mənsəbi həqiqətən də Qanqın Banqladeşdə yerləşir. İndi 6 olan variantları götürə bilərəm. A ilə B-ni nə etdim? Çıxdım, getdi. İndi mən nə edəcəm burada? Məsələn, digərinə Makkenzi çayı deyir, Baffin dənizinə tökülür. Makkenzi Baffin dənizinə tökülməz, Beaufort dənizinə tökülər. 5 olan variantlarda çıxırıq. 5 olan variantlarda çıxmışıq onsuz da. Ona görə bizə o lazım deyil hal-hazırda. Sonra Magdalena çayı deyir, kənar dənizə tökülür. Magdalena çayı bilirsiniz ki, Karib dənizində tökülmüş olacaq. Karib dənizi də kənar dənizdir. Həqiqətən də doğrudur. 4 olanları da götürəcəyik. Ona görə D də getdi. Burada sonra Müqəddəs Lavrenti subtropi iqlim quşağında yerləşir. Müqəddəs Lavrenti bilirsiniz ki, hardadır? Şimali Amerikanın şimalındadır. Həmin ərazilər mülayim iqlim quşağına düşəcək. Daha sonra diqqət edirik nəyə? San Francisco deyir, stoplayıcı hövzəsi 2 işıqlanma quşağında yerləşir. Bu da yanlış fikirdir. Amma Ural çayı transsərhəd çay hesab edilir. Bunu doğru kimi götürə bilərik məncə. 1, 4, 6 doğru cavabımız olacaq. Növbəti sualımıza diqqət edirəm. Fiziki coğrafiyanın yeni sahələri. Fiziki coğrafiyanın yeni sahəsi landşaftşünaslıq və landşaft prinsipləridir. İqtisadi coğrafiyanın ənənəvi sahələri isə kənd təsərrüfat coğrafiyası və sosial coğrafiya olacaq. Tibbi coğrafiya iqtisadının yeni sahəsidir. Geomorfologiya fizikinin köhnə sahəsidir. 1C2A olacaq. Şərq yarımkürəsində yerləşən ölkələri müəyyən edin. Almaniya şərqdə yerləşir, Efiopiya şərqdədir, Avstraliya şərqdədir. Çox sadə, rahat sualdır. Yazın da nə istəyirsiniz. Orta miqyaslı xəritələri müəyyən edin. 1/200 mindən 1/1 milyona qədər olan xəritələrdir. Baxıram ki, A-da 5 milyondur, yanlışdır. 2 doğrudur.
Bu 750.000 doğru olacaq. 600.000 doğrudur. 2, 4, 6 bizim doğru cavabımızdır. Növbəti sualımızda mən bunu dəfələrlə demişəm. Baxın, ABŞ həm verir, həm alır. Nədir? Kömür olmuş olacaq. Çox sadədir. Doğru olmayan fikri müəyyən edin. Ən çox fiziki coğrafiyanın Böyük Qafqaz təbii vilayətində deyil, köçəkəhliyindədir. Köçəkəhlik təbii vilayəti 3 ölkə ilə həmsərhəddir. Ermənistan, Gürcüstan və İranla sərhəddir. Köçəkəhlik və Kiçik Qafqaz təbii vilayətində gil ehtiyatlar var. Doğrudur. Köçəkəhlik təbii vilayətində yalnız qışın mülayim keçən yarım səhra müşahidə olunur. Məsələn, bilirik ki, burada Qanı Xəri çayında nə müşahidə olunur? Mülayim istiqlim. Lənkəran təbii vilayətində maqmatik süxurlara rast gəlinir. Bəli, doğrudur. Orta Araz təbii vilayətində iqtisadi əhəmiyyətli dəmir feyzi yataqları mövcuddur? Mövcud deyil. Burada 1, 4, 6 doğru cavabımız olacaq. Növbəti sualımıza diqqət edirik. Subekvatorial iqlim quşağında yerləşən təbii zona savanna və seyrək meşələr təbii zonasıdır. Cədvəl sizdən doğru fikri müəyyən edin. Biz bilirik, indi burada ölkələrdir. Federativ və yaxud da ki, unitar olmaları haqqında baxacağıq. Braziliya ölkəsi bilirsiniz ki, nədir? Federativ ölkədir və respublikadır. Bir doğrudur. İndoneziya federativdir, respublikadır. İndoneziya federativ deyil, yanlış fikirdir. Qazaxıstan unitar respublika doğrudur. Koreya Xalq Demokratik Respublikası monarxiya deyil, yanlışdır. Küveyt unitardır, mütləq monarxiyadır. Küveyt həqiqətən də unitar dövlətdir. Bəs mütləq monarxiyadırmı? Xeyr, mütləq monarxiya deyil, konstitusiyalı monarxiya olmuş olacaq. Vyetnam unitar respublika doğru olmuş olacaq. Burada 1, 3 və 6 bizim doğru cavabımızdır. Növbəti sualımıza diqqət edirəm. 20-ci sual. Ölkəmizin ərazisində mövcud olan tranzit çayları müəyyən edin. Arpa çay, Qanıq çay və Ağstafa çay tranzit çaylardır. Başqa ölkənin ərazisindən gəlir. Növbəti sualımıza baxırıq. Müəllim şagirdlərə Naxçıvan iqtisadi rayonunda olan çayların adını xəritdən tapmalı və tapdıqları iki çay arasındakı məsafəni hesablamağı tapşırdı. Şagirdlər tapşırığı icra edən zaman müvafiq olaraq hansı təhlil üsullarından istifadə edəcək? Kartometrik təhlildən istifadə elədi, çay tapdı, sonra aralarındakı məsafəni tapmaq üçün, daha doğrusu vizual təhlildən istifadə elədi, çay tapdı, sonra aralarındakı məsafəni kartometrik elədi. A ölkəsinin əhalisi ümumi sayı 40 milyon nəfərdir. Adam başına düşən ümumdaxil məhsulun həcmi isə 30 min nəfər ABŞ dollarıdır. Bu ölkədə ümumdaxilin 30% xarici şirkətlərə məhsuldur. Ümumdaxildə milli məhsulu hesablayın. Baxın, adam başına düşən 30 mindirsə, vuracam 40 milyon nəfərə. Ümumdaxil məhsulun ümumi həcmini tapmış olacam. Düzdürmü? Deyim, düzdür də. İndi 40 milyonu mən vururum 30 minə. Gəlin vuraq da 40 milyon vurulsun 30 minə. 1 milyon 200 min, daha doğrusu 1 milyard 200 milyon nəfər olmuş oldu. Baxın, bu rəqəm alındı. Görünən rəqəmdir bu. 3 dənə də sıfır əlavə edək. İndi onun 30% xarici şirkətlər isə 70% milli şirkətlər olmalıdır. Vuraq 70-ə, bölək 100-ə. Gözünüz qorxmasın, rəqəm böyükdür deyə. Çünki onsuz da bizim kalkulyatorumuz var. 840 milyard etmiş olacaq. Quba Xaçpaz iqtisadi rayonuna aid olmayan inzibati rayon Xızıdır. Abşeron Xızı iqtisadi rayondur. Avstraliyada yalnız ətlik, südlük doğru fikirlər istəyir. Avstraliyada yalnız ətlik və ətlik, südlük istiqamətli heyvandarlıq deyir, inkişaf etmişdir. Burada yanlış fikirdir. Yalnız o inkişaf etməyib. Çünki digəri də var. Sonra o qədər yazırlar, adamın fikri qarışır. Avstraliyada yalnız ətlik, südlük heyvanlar inkişaf edib, yanlışdır. Biriləri tez çıxarsız cavablardan. Doğru fikirlər istəyir. Biriləri çıxdıq, qaldı. 2 bəli, marikultur təsərrüfat doğrudur. Çəltik deyir, həm nədir? Həm quraq, həm də rütubətli iqlim şəraitində doğrudur. Yaşıl inqilabın baş verməsi inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı payının kəskin artmasına səbəb olmuşdur. Yanlışdır. Broiler kompleksi əsasən istehlakçıya yaxın yerləşdirir. Doğrudur. Burada elə 2, 3, 5 bizim doğru cavabımız olacaq. Növbəti sualımıza baxırıq. Böyük yedliyin ölkələri Fransadır, Kanadadır, Yaponiyadır. 1, 4, 5 doğru bizim cavabımızdır. Növbəti sualımıza baxırıq. H məntəqəsində atmosfer təzyiqi 670 mm civə sütunudur. F və H məntəqələri arasındakı temperatur fərqi isə 7,2 dərəcəni təşkil etdiyi nəzərə alaraq F məntəqəsinin mütləq hündürlüyünü müəyyən eləyin. Baxıram ki, H məntəqəsində 670-dir, düzdür. F və H məntəqələri arasındakı temperatur fərqi də 7,2-dir. F-in deyir hündürlüyünü, F məntəqəsinin hündürlüyünü tapın. Tapaq da
Baxın, 7,2 mil dərəcədirsə, 7,2 dərəcəmiz x metr olacaq, 6 dərəcəmiz də 1000 metr olmuş olacaq. Mən 1000-i vuracam 7,2-yə, böləcəm nəyə? 7,2 vurulsun 1000-ə, bölünsün nəyə? 6-ya. Eləcək 1200 metr. Deməli, bizim H ilə F-imiz arasında nə qədər fərqimiz var? 1200 metr fərqimiz var. İndi baxın, yadınıza saxlayın. Bu H-da 670-dirsə, dəniz səviyyəsindən görək nə qədər çox hündürdədir. 760-dan 670-ə düşübsə, 760-dan çıxacam 670-i, qalmış olacaq nə qədər? 30 oradan 90 mm civəsinə. 90 da vursam ona 900 metr etmiş olacaq. İndi burada deməli H-ın hündürlüyü 900 metrdə, dəniz səviyyəsindən 900 metr hündürlükdədir. H ilə F-in arasında da 1200 metr fərq varsa, 900-ün də üzərinə 1200 gəlmiş olacaq. Mən tapacam ki, F-in hündürlüyü 2100 metr olmuş olacaq. Sonra Dağlıq Şirvan İqtisadi rayonu, Qazax Tovuz İqtisadi rayonu, Milmuğan. Yalnız bir xarici ölkənin həmsərhəddir Milmuğan İqtisadi rayonu. 3-ə A olmayanlar çıxın, getsin. Sonra, bu da yanlışdır. Filiz faydalı qazıntı yataqlarına malikdir. Bu təbii ki, Qazax Tovuz İqtisadi rayonuna aiddir. 5 İqtisadi rayonla həmsərhəddir. 5 İqtisadi rayonla həmsərhəd olması təbii ki, aid olacaq Dağlıq Şirvan İqtisadi rayonuna. 5 inzibati rayondan ibarətdir Qazax Tovuz İqtisadi rayonu. Yayı quraq keçən mülayim isti iqlim yarım tipinə rast gəlinir. Bu da ki, Dağlıq Şirvan. 1C-yə 2B-də 3A olmuş olacaq. 28-ci sualımıza baxıram. 5-ci saat quşağının orta meridian tapmaq üçün 5 vurulsun 15-75 şərq uzunluğu olmuş olacaq. Subtropik iqlim quşağında yerləşən yarımadaları müəyyən edin. Kamçatka yarımadası mülayimdir. Skandinaviya olmaz. Somali, Kaliforniya olmaz. Piriney Apennin subtropikdə Aralıq dənizində yerləşir. Qütb gecələri müşahidə olunduğu ölkələr, materikləri müəyyən edin. Şimali Amerika və Antarktida olar. Doğru fikrimizdir. Ölkələrin geosiyasi mövqeyində əsas amillər ümumdaxili məhsulun həcmidir, təbii resursların həcmidir, hərbi gücüdür. 1 ADF, 2 isə B, C və Y olmuş olacaq. Növbəti sualımıza diqqət edək. Demarkasiya xətti nədir? Qonşu ölkələr arasında mübahisəli yolla həll olunana qədər razılaşdırılmış xəttdir. C variantı doğrudur. Cədvəl sistem doğru sıraları müəyyən edin. Qaragöl yarımsəhra landşaft qorunu yanlışdır. Samur yalama düzənlik meşə landşaft qorunu doğrudur. Ağgöl Muğan düzündə yox, Mil düzündə yerləşir. Şirvan su quşları və ceyranlar qorunu doğrudur. Körçay Acınoxurun şimalında yerləşməz yanlışdır. Bəsiçay Zəngilanda yerləşir. O da iki ölkə ilə həmsərhəddir. Doğrudur. 2, 4, 6 bizim doğru fikrimiz olacaq. Növbəti sualımıza diqqət edeyim. İrlandiya adası hansı istilik və qurşaq və qurşaqlarında yerləşir? Mülayim istilik qurşağında yerləşmiş olacaq. Daha sonra ASEAN ölkələrinə aid olmayan qrup ölkələri müəyyən edin. Çin aid deyil, Bangladeş aid deyil və Koreya aid deyil. 1, 3, 6 bizim doğru cavabımız olacaq. Cədvələ əsasən doğru fikirləri müəyyən edin. Qışı quraq keçən mülayim isti iqlim Qanı Xərçayda doğrudur. Yay quraq keçən soyuq iqlim tipi Günnüt Qapıcıqda doğrudur. Polimetal yataqlar qonaq kənddə yoxdur. Tərtər çayının mənsəbi yanlış fikirdir. Araz boyda yerləşmir. Mis ehtiyatları Gəncədə mövcuddur. Doğrudur. Paleozoy yaşlı suxurlar Həkəridə yoxdur. Gəncədə var. 1, 2 və 5 bizim doğru cavabımız olacaq. Növbəti sualımızı müəyyən edin. Doğru sıralar istəyir bizdən. Troposfer atmosferlə sıx qatıdır. Bəli, bir doğrudur. Topa buludların 90% stratosferdə yerləşir. Yanlış, troposferdədir. Dolu mezosferdə yaranmır. Troposferdə yaranır. Termosfer yüksək temperatur müşahidə olunur. Doğrudur. Eksosfer şeh buqatda yaranır. Yanlış fikirdir. 1, 4 bizim doğru cavabımız olacaq. Növbəti sualımıza diqqət edirəm. Ivanpo Solar elektrik stansiyası hansı tip stansiyadır? Təbii ki, Günəş elektrik stansiyasıdır. ABŞ-da yerləşir. Paleozoy yaşlı dağları müəyyən edin. Paleozoy yaşlı dağları müəyyən etmək üçün Kaynozoy çıxaq. Andı çıxdıq, Atlası çıxdıq, Krımı çıxdıq, Pamiri çıxdıq. Yerdə qalanlar Paleozoydur. 2, 3, 5, 6 doğru bizim cavabımızdır. 40-lərdə sxemdə rəqəmlərlə göstərilmiş ölkələrlə bağlı fikirləri müəyyən edin. 3 İspaniya, 4 Fransa, 2 Almaniya, 6 İtaliya, 5 Rumıniya, 1 isə Norveçdir. 2, 4, 6 böyük 7-lik qrupuna malikdir. Baxıram, İtaliyadır, Almaniyadır və Fransadır, Almaniyadır. Bəli, həqiqətən də böyük 7-lik qrupuna daxildir. A variantı doğrudur. Euler-Venn diaqramını müəyyən edin. Şimali Amerika və Cənubi Amerikanın oxşar cəhətini istəyir bizdən. Cavan dağlar mövcuddur. Şimali Amerikada Kordler, Cənubi Amerikada Ant dağları, sahillərin 3 okean suları yuyur. Yanlışdır, Şimali Amerika aiddir. 3 işıqlanma quşağında yerləşməz, Şimali Amerika aiddir. Mülayim dəniz iqlim tipinə rast gəlinir. Doğru fikirdir. Yerləşdiyi litasfer tavasilistasfer Afrika ilə həmsərhəddir. Bəli, bu da doğrudur. Ayrılma zonalar var. 1, 4, 5 bizim doğru cavabımız olacaq. Cədvələ əsasən doğru sıraları müəyyən edin.
Burada əsasən Balakəndə yanlış fikirdir. Zəngilanda qızıl var. Laçında civə var. Daşkəsəndə alinit var. 2, 3, 4, 5 bizim elə doğru cavabımız olmuş olacaq. Rütubətlənmə əmsalının hansı göstəricilərində fiziki aşınma intensiv olar? Təbii ki, demişdik ki, sürət məxrəcdən çox kiçik olmalıdır. 200-ün 1200-ə olmuş olacaq. D variantı bizim doğru cavabımızdır. Daha sonra xəritə sxemdə iştiraklanmış ərazilərdə yayılan iqlim qurşaqları üçün doğru fikirləri müəyyən edin. Bu Şimali Afrikanın şimalında və cənubunda subtropik Aralıq dənizi, Avstraliyanın şimalında subekvatorial. Keçid iqlim qurşaqlarıdır. Bəli, bir doğrudur. Yağıntılar mövsümü xarakteri daşıyır. 2 də doğrudur. Çünki məsələn subarktik Aralıq dənizində yayınız qışda, subekvatorialda yayda rütubətlənmə əmsalı vahiddən böyükdür, yanlışdır. İl boyu havanın qalxan hərəkəti müşahidə olunur, yanlışdır. Əkinçilik üçün əlverişli təbii şəraitə malikdir, doğrudur. 1, 2, 5 bizim doğru cavabımız olacaq. İqlim diaqramının aid olduğu məntəqə yerləşdiyi inzibati rayon biz bilirik ki, bu Zaqatala inzibati rayonudur. Daha sonra yalnız bir xarici ölkə ilə həmsərhəd olan inzibati rayonlar. Ümumiyyətlə bilirsiniz ki, Quba inzibati rayonu bilirəm, hamınız deyirsiniz ki, Rusiya ilə həmsərhəddir, xeyr, ümumiyyətlə sərhəd deyil. Ordubad inzibati rayonu 2 ölkə ilə sərhəddir, yanlışdır. Daşkəsən inzibati rayonu yalnız bir ölkə ilə, o da ki, Ermənistanla sərhəddir, 5 doğrudur. Şəki inzibati rayonu yalnız bir ölkə ilə Rusiya ilə sərhəddir, 2 də doğrudur. İmişli yalnız bir ölkə ilə sərhəddir, İrandan, Qazax isə 2 ölkə ilə. Baxın, bu sualda biz qeyd etmişdik sınağımızda. Belə bir sualımız var idi. Diqqətli yanaşın sınaqlarımıza. Tükənən və bərpa olunan təbii ehtiyatları müəyyən edin. Hava tükənib bərpa olunur, torpaq tükənib bərpa olunur, su tükənib bərpa olunur. 1, 4, 6 bizim doğru cavabımızdır. Növbəti sualımıza baxıram. Verilmiş fikirlərə əsasən A ölkəsinin müəyyən 3 yarımkürədə yerləşir. 3 yarımkürədə yerləşən ölkəni ya ekvator xətti kəsməlidir, ya da ki, mülayim, daha doğrusu Greenwich meridian kəsməlidir. Hindistanı kəsmir. Meksika 2 yarımkürədə yerləşir. İspaniya 3 ölkədə yarımkürədə yerləşir. Braziliyada 3 yarımkürədə yerləşir. Həm tropik, həm də mülayim şıklanma qurşağında yerləşir. Bunun üçün tropik xətti kəsməlidir bunu. Konqonu tropik xətti kəsmir. Ona görə də yalnız mülayimdə yerləşir. İspaniyada yalnız mülayimdə yerləşir. Zəngin dəmir filzi və boksit ehtiyatlarına malikdir. Yerləşdiyi materikdə qütb ulduzu görünür. Bu təbii ki, Braziliyadır. Bəli, həqiqətən də Cənubi Amerikada qütb ulduzu görünür. A ölkəsinin 2020-ci il təbii artım üçün yaş cins piramidəsinin verildiyi fikirləri müəyyən etmək lazımdır. Baxıram, uşaqların sayı çox, qocaların sayı az. Deməli, ikinci tipdir. 10 il sonra deyir, orta ömür müddəti çox yüksəkdir, yanlışdır. İqtisadiyyatın 4-cü sektoru yüksəkdir, yanlışdır. Qərbi Avropada yerləşmir, bəli, doğrudur. Həqiqətən Qərbi Avropada birinci tipdir. Koreya Respublikasında ola bilməz, bəli, o da birinci tipdir. 1, 5, 6 bizim doğru cavabımızdır. Anklav dövlətlər bilirsiniz ki, Lesotho dövləti anklavdır, San Marino anklavdır. Daha sonra bir də Vatikan anklavdır. 1, 3, 4 olmuş olacaq. Vatikanla San Marino İtalyanın tərkibində, Lesotho Çarın tərkibindədir. Bitdi sualımız. Bitdi. Gördünüzmü əziz müəllimlər? Mən dediyimdən kənar heç nə düşmədi. Gedin oturun, ancaq mənim sınaqlarım işləyir. Mənim videolarıma baxın, gedib imtahanda da 50-dən 50 yazmış olacaqsınız. Bəzi suallarda tələskənlikdən, beyin yorğunluğundan hər hansı bir problemlər ola bilər. İlk öncə ondan üzr istəyirəm ki, yəni tələskənlik olub, birdən suallarda bəzilərində cavab variantı səhv getmiş olar. Sağ olun müəllimlər, hər birinizə xoş günlər arzu edirəm.